Bəli. Yəni onu özüm eləyib Menü buyuram. çıxartdırırsan, Bəli. yox, oranın aşpazları Var, bişirir. özü də var. Gedirsən ətindən tutmuş da belə Çox gözəl. əl silən kağıza qədər özün marketdən alırsan, xüsusi yerlər var da, bilirsiniz, topdan satış mərkəzləri. Gətirib təhvil verirsən, bir də görsən restoranın öz menyusunu verirlər. Ki, bax, bu yeməkləri Halal istəyirsənsə, get filan şeydən filan qədər Sən al rayona gətir. gedəndə yeməyi özüm pişirəcəm sizin üçün, inşallah. Biləsivara Baxın da. gedəcəyik məndən. İnşallah. Yəqin ki, martın 24-ün İnşallah. 5-i Biləsivarda olacaq. Görərsiniz orada əl qabiliyyətimi də. Samir xanımın çox gözəl əl qabiliyyəti var. Aha. Bunu izləyənlər bilir hamısı. İnşallah. İnşallah. Deməli, 350 nəfərlik qonaq qaranızı qarşılaya bilərsiniz Ləfala Şadlıq Sarayında. Çox geniş, sonsuz bir zalı var. Xına gecələrinizi, ad günlərinizi, toy düyünlərinizi hər bir məclis üçün yararlıdır. 050 695 04 05 əlaqə telefonlarıdır. 050 ilə 695 04 05. Buyurun, əlaqə saxlayın. Biz reklamlara ayrılaq. Reklamlardan sonra Samirə xanımın ifası ilə dönəcəyik. Yola salıram ey ayım elimi, kaldırıram göğe koşan elimi. Sana bağlamışam öz taleyimi, çekilsin köksümden geçsin odlu ah. Dadıma çat benim ey ulu Allah. Yola salıram ey ayım elimi, kaldırıram göğe koşan elimi. Sana bağlamışam öz taleyimi, çekilsin köksümden geçsin odlu ah. Dadıma çat beni ey ulu Allah. Yarem rahmet
açıram əllərimi. Başımız üstündən çəkilsin duman. Yox olsun haqsızlıq, tökülməsin qan. Xalqımız yaşasın azad, firavan. Yetiş dadımıza, ey böyük Allah. Özün bizə kömək ol, ey ula Allah. Bizə kömək ol, ey böyük Allah. Valla düz sözə nə deyəsən Samira xanım, müğənni var ki, ağzın açanda bilirsən ki, yəni bunun xəmiri qeyri-peşəkarlıqla yoğrulub. İndi nə deyirlər, nə danışırlar, o başqa, amma yəni siz elə bir zümzümə eləyəndə, mən o günləri Əlikiram Bayramovun nəvəsinin Ad günündə. deməli, doğum günündə də gördüm. Hamı gəldi öz mahnısını oxudu, getdi. Amma Samira xanım elə başladı ki, yəni hiss edərdin ki, bugün restorandasan, bugün yaxşı musiqi dinləyirsən. Samira xanım, Bilirsiniz, Samir bəy, mən ali savadlı müğənniyəm. Yəni, mən Asafsenallı konservatoriya bitirmiş müğənniyəm. Muğam dərs almışam, Əlibaba Məmmədovun tələbəsi olmuşam. Yəni, bu boyda gözəl sənətkarlardan dərs alan müğənni mənə elə gəlir ki, o, necə deyim, ara mahnılarına yer verə bilməz. Mən çalışıram ki, repertuarıma elə mahnılar salım. Toylarda oxuyuram, toylarda təbii ki. Nə istəyilə hər şey oxuyuram, yox sözü yoxdur. Amma nəsə repertuarıma elə mahnıları sala bilmirəm. Çünki mənim mahnılarım şükür Allaha ki, 18-dən çox mahnım mənim Dövlət Qızıl Fondundadır, Azərbaycanın Qızıl Fondundadır. Yəni, mən sabah olmasam da, mən bilirəm ki, mənim mahnılarım səslənəcək, yaşayacaq. Samira xanım, belə götürəndə neçə ildir sənətdəsiz? Çoxdur. Əgər uşaqlığı çıxsaq, yəni mən 7 yaşından ansambldə başlamışam, yəni onları çıxsaq, belə profesional səhnədə 92-ci ildən. 92-ci ildən. Profesional səhnədə. İndi bax, siz danışırsınız, yadıma gəlir, siz deyəsən, Birləşmiş Ərəb Əmirliklərində də yaşamışsınız. Bəli, orada yaşamamışım, işləmişəm. 3 il müqavilə əsasında işləmişəm. Çünki mən təmiz ərəbcə oxuyuram, təmiz farsça oxuyuram, təmiz ləzgi toyları oxuyuram ləzgi dilində, təmiz yahudi dilində toylar oxuyuram. Bütün rus repertuarını bilirəm, bütün gürcü repertuarını bilirəm. İtalyan, İngiliz. Təmiz yahudi dilində başdan ayağa toy oxuyursan. Fransız, İngiliz dilində mahnılar oxuyuram. Yəni, muğam, mahnısı, hər şey var. Təsəvvür ki, məclisə çağırdılar sizi, deyirlər Samira xanım, bugün ancaq Rus dilli insanlar var, ancaq Rus estradasından və yaxud sırf oxuyacaqsan. Hər şey. Hər şey. Canlı da belədir. Canlı, hamısı canlı. Mən hələ indiyə qədər məclislərdə fonoqramdan istifadə eləməmişəm. Fonoqram mənim üçün ancaq efir üçündür. Bəli. Məsələn, yahudi toylarında başdan ayağa? Bəli, bəli. Muğamlarını da oxuyuram, yahudi dilində, mahnılarını da oxuyuram, hər şey oxuyuram. Hətta yahudilərdə bəniqoru var, onu hər müğənni eləyə bilmir. Azərbaycanda 1-2-3 müğənni var ki, o bəniqorunu eləyə bilir. Onun da biri mənəm ki, bəniqoru, şəxsən bəniqoru üçün bizi durub aparırdılar, nə bilim, Amerikaya, İsrailə. Bəniqoru tərif edir? Bəniqoru bizdə bəy tərifi deyirlər, amma onlarda əksinədir. Onlarda dünyasını dəyişmiş insanların da adlarını deyirlər. Haddasa bir 12 vərəq dəftərin bir 6-7 vərəqi ad olur. Onlar hamısını bir-bir, onlarda var da Kələdəbəy, Kələbəbəy, Qəbləğoz, Simyağoz, hamısını bir-bir. Amma ingiliscə də bilirsiniz belə? İngiliscə də oxuyuram, ərəbi tərtəmiz oxuyuram, farsı tərtəmiz oxuyuram. Ləzgi toylarında oxuyanda deyirlər, bu ləzgi qızıdır. Doğrudan? Sana nə yaxşı öyrənmişsən? Hə, mən bu dillərə xüsusi fitri istedadım var. İstedadım var, fitri. Mən həmişə deyirəm ki, efirlərə... də var, deyirdi ki, məsəl üçün, hansı Samir, məsələn, əvvəllər deyirlər, indi bilmirəm, deyirlər ki, dayı, yer üzündə nə mahnı var, Samirədən soruşur. Onu Rəhman Rəhmanov həmişə deyir ki, gözəl aktyorumuz, həmişə deyir ki, lap yapon mahnısıdır, sözün Samir oxuyucu problemi yoxdur, onda yox sözü yoxdur. Sanırım qız toylarına da gedirsiniz, belə kişi toylarına da. Bəli, xına yaxtılara gedirəm. Xına məclislərin olur. Gedirəm, amma olmur, demək olar ki, yoxdur.
Bu saat hal-hazırda yox. İndi hamıda zəifçilikdir. Yəni bütün populyar bəğənlərdə məsələn insanlar elə bil ki, bu soyuq aylarında nəsə, amma üzü yazır. İnşallah. Həmişə işləriniz əla olub. Olub, amma bu axır neçə müddətdir ki, bu insanlar məni nəsə meyxana ilə görmək istəyirlər. İnanırsınız ki, mən hardasa bir tərəfdən sevinirəm ki, Azərbaycanda yeganə meyxana deyən xanım mənəm. Yəni o yazıb deyənlər var, yazıb, onlara yazı verirlər, onlar onu oxuyurlar. Amma o meyxana deyil də. Meyxana odur ki, bədahətən oturub, misal üçün... Bədahətən demişsən sən onlara. Mən həmişə bədahətən deyirəm. Necə günü bugün də biz bədahətən məclislərə gedirik. Hər toyu girirəm, görürəm, deyir ki, bir meyxana digindən bəyə aid. İstər-istəməz mən artıq deməliyəm orada, deyirəm. Pisimə gəlmir ki, məsəl üçün... Pisimə bilirsiniz nə gəlir? Pisimə o gəlir ki, mən neçə illərdir, yəni müğənniyəm, ali savadlı müğənniyəm. Məndən bir dəfə mahnı istəmirlər. Hamı deyir ki, meyxana istəyirik. Meyxana istəyirik. Siz bu tərəfdən tutuzdunuz da. Meyxana ilə, amma bilirsiniz, yenə də fəxr edirəm, yenə də sevinirəm ki, mən bu sahədə birinciyəm də, yəni ilk göyərçinəm. Nəyi pisdir ki? Yaxşıdır əslində. Düzdür, çox Çox baltalayırlar. bəyənirsən Səmirə xanım meyxana demək. Çox baltalayırlar. Fanatın da dediyiniz burada, Nadir. Çox baltalayırlar. Sən gələcək, narahat İnşallah, olma. mütləq. Çox baltalayırlar, çox ayağımızın altını qazıyırlar, çox qoymurlar qabağa gedək. Valla. Amma elə qabaqdasınız valla. Samirə xanım, qabaqdasınız valla. Heç arxada deyilsiniz. Samirə Yusif qızı, narahat olma, telefonunu deyirəm. 050 ilə 325 45 66. Sabahdan Samirə xanım tapa bilməyəcək. Haradadır? Ailə qrupu, həyat yoldaşı icazə vermir. Samirəni axtarın. Sən o Samirəni görürsünsə deyim mənə sevmirsin, yalvarıram. Yox, yox. Mən dilim olacam, niyə onun nömrəsini deyirdim ki, indi niyə onu axtarıram? Elə olacaq axırda. Yox, Samir, yox. Laf da 050 ilə 325 45 66. Doktor, deməli, qurbağa ilə bağlı bizim burada bir əməkdaş Nadir bugün yenə qurbağa qoyarıq. Yenə ağrısız, filansız, qansız, qoxusuz, dərmansız. Sən deməmişkən o qurbağa mastopatiya üçün xanımlarımızda süd vəzlərində düyünlər var. Onu bilmirdim. Tamamilə aradan qaldırır. Onu bilmirdim. Heç nə bağlayırsan. Valla bu Seyfəddin həkim daha bilmədiyi şey yoxdur da. Bu insan, bu da bu cür fitri istedaddır. Həqiqətən ölkəmizin bir dənə Seyfəddin əsədi var. Fitri istedad. İndi mən qurbağanı burada Nadir hazırlaş. Qorxmuram deyirlər. Nəyə o qurbağanın əlinə qorxuram ki? Ziyansız heyvan. Deməli, qurbağa adamın əli dəyəndə... Biraz belə çim çişir. Yox, qurbağa gedir, özün atır, 5 dəfə su 5 dəfə girir suyun içine çıxır, yəni iğrənir bizdən. İğrənir, həm də bizdən o götürdüyü mənfi auranı təmizləyir. Elə bilirsiniz ki, öyle belə boş-boşuna girir. Gözəl məntiqlə dedi. Mənfi auranı təmizləyir. İnsanda nə qədər mənfi aura var? Biz gündə nə qədər yerə gedib çıxırıq, belə həmişə auramız bizim müsbət olur, xeyr. Xeyr. Əlbəttə ki, o... Orasına Samirə xanımlar işləyik. Deməli, Ordubatlılar bizə baxaq SMS-lərə, bilirəm SMS-ləri mən axırda deyəcəm nə qədər SMS Dünyanın gəlir. ən gözəl yeri olan Ordubat. Ordubat rayonundandılar, 62-62 amma Rusiyadan yazırlar bizə. 14.40 bizə deməli Bəhruz müəllim adlı izləyicimiz bizi salamlayır. Ləman bizə Gədəbəydən Göyəli kəndindən yazır, göndərir SMS-i. Şəmkirdən, Çınarlıdan 51-51 nömrəsindən yazırlar, uğurlar hər birinizə. Elvar, Qurtuluş 93-dən yazır bizə. Mənim qonşularımdır ki bunlar. Sizə Moskvadan yazırıq, eşq olsun. Eşq olsun Samirə xanıma yazırlar, göndərirlər. Sonra mənim qızım da nə yazır? 8 aylıq da yatmır. Bunu bizə İsraildən yazırlar, göndərirlər. Yəqin 8 aylıq da balaca uşaqdır. Yuxu yatmır. Sonra mənim canım gözüm Samirəni nə yaxşı dəvət etmişsiniz. Volqaqraddan 6001-dən yazırlar. 3394 Seyfəddin həkimə Allah can sağlığı versin. Yaxşı ki var, məsləhətlərini alırıq, eşidirik. Sonra 56-57 nömrəsindən onlar da elə yazırlar. Seyfəddin Əsəd yazır ki, məsləhətlərindən həmişə xeyir görmüşük. Sonra 92-32 nömrəsindən
yazıb təşəkkürlərini bildirirlər. Bizə Gürcüstandan, deməli bizə Batumdan yazırlar, göndərirlər 2094 nömrəsindən, sonra 2007-dən başqa bir nömrədən ifa istəyirlər Samirə xanımdan. Moskvada Tural, Cavanşir, Vüsal, Mansur hər biri salamlayırlar. Ramil yenə bizə 9944 nömrəsindən yazır. Güney Azərbaycanımızdan İsfahan şəhərindən 5234 nömrəsindən yazıb göndərir. İsfahan vəsf-i cahan, əgər Təbrizinə başət. Aha. İsfahan bütün cahana adı gedərdi, əgər Təbriz olmasaydı. Yəni bu farsçadır. İsfahan vəsf-i cahan, əgər Təbrizinə başət. Aha, yəni elə gözəldir. Bəli, Təbriz gözəldir. İsfahan da gözəldir, amma Təbriz ondan gözəldir. Olmuşsan güneydə? Bəli, mən İrana çox gedib gəlirəm. İranda bizi daha çox sevirlər, inanırsınız? Bəli, əlbəttə inanıram. Türkiyədə, İranda daha çox sevirlər. Bilirəm. Sonra 8966 yazır, bizə təşəkkür bildirir. 2946 migren xəstəliyindən əziyyət çəkir. Seyfəddin Əsədin telefonunu soruşurlar. 070 236 11-11. Bilirsiniz, Seyfəddin Əsəd həftəmizin ikinci günləri burada olur. Bir də Gürək Həsən istəyir burada ola bilər də. Onun üçün burada Çox sağ ol. yaşlı işıqdır. Amma indi ikinci gün planlaşdırıb. İkinci günlər burada olur. Nə sözünüz, nə sualınız varsa zəng vurun, amma WhatsApp'dan da yaza bilərsiniz. 050 635 0422 055 250 1080 və kiçik hərflərlə doktorseyfəddin.com saytında ətraflı məlumat ala bilərsiniz. Tamam. Doktor, deməli bir izləyicimiz yazır. Deməli, bir izləyicimiz Beyxtanın 2 dəfə zəng gəlib əməkdaşlarımızdan xahiş edir. Bu arı ilə bağlı. Yazır ki, bədənimdə bir süslük var. Tərpənə bilmirəm. Məsələn, heç yerə getmək istəmirəm. Bu dəqiqə ən böyük problemlərdən biri Samir bəy, qanın qatılığıdır. Qan qatılığı insanlarda qanın hərəkəti yavaşır və beyin normal düşünə bilmir. İnsanlar halsız olurlar. Ona görə də bütün dünyada qandırıldıcı həblər qəbul edirlər, o cümlədən də aspirin, kardiyo. Və təbii ki, bu da mədənin turşudur və mədənin sellik qişasını yandırır, gastrit, erroziya, yara əmələ gətirir və bəzən Samirə xanım qanaxma da verə bilir. Ancaq onu kəsən kimi verib eləmi qonşunuzda? Hə, dostuma verib. Hə. Bir gündə kəsən Aspirin verir. Aspirin kardiyonu içib, o bilməyib, ac qarnı içib, özü az miqdarda su ilə mədəsini deşib. İndi qəribə bir şeydir. Qabaqlar, Samir bəy, mütləq, hələ Sovet dövründə deyirəm, yazırdılar ki, aspirin qrupasına nə seçəndə yazırdılar ki, turşudur, süddə əzmək lazımdır. Həbin özünün icazə yox idi. Yəni, biz tibb universitetində bizə deyirlər ki, həbi içmək olmaz. Nəlbəkidə çay qaşından əzirsən, mədəyə yapışmasın, mədəni məhv eləməsin. Bugün yazan yoxdur. Niyə? Başa düşmürəm. Yenə həmin aspirindir, yenə həmin mədədir. Ona görə də və südlə içmək daha gözəldir. Ancaq 2 gün həbi kəsən kimi yenə qan qatılaşır. Zəli ilə müalicədə isə 250-dən artıq qiymətli maddə verdiyi üçün və xüsusilə hirudin fermenti, ən qiymətli fermentlərdən biri qanı 6 ay qoymur, infarkt ola, insult ola, tromb ola, bütün ürək-damar sistemi xəstəliklərinə məlhəmdir. Elə yeri gəlmişdən mən ürək-damar sistemi xəstəlikləri olan bir resept demək istədim cəzanla. 300 qram ərik qurusunu və 300 qram qoz ləpəsini keçirirlər ət maşınına. Sonra isə üzərinə 200 qram qara gavalı və kişmiş qurusu keçirirlər ət maşınına. Bir limonun tumunu çıxardırlar, qabıqlı çəkirlər içərisində qatırlar və 300 qram bala əlavə edirlər. Onu qarışdırandan sonra bir xörək qaşığı 3 dəfə gündə yeməkdən yarım saat əvvəl qəbul edirlər. Ürək-damar sistemi xəstəliklərində çox gözəldir. Yeni tamaşaçılarımız yazdılar bunu. Demək ki, reklamların zamanı vaxtıda əziz tamaşaçılarımız birazdan sonra biz qurbağa burada vardı. Qurbağalar burada gurulduyurlar. Demək ki, birazdan sonra əməkdaşlarımızın birinə indi baxacağım. Yəqin ki, Samirə xanıma. Bəli, və salam Bu Samirə qədər xanım. dil bilən, adam Nə qədər deyil, bu qədər cəsarətli dil bilən, xanımdır. mahnı oxuyan xanım
Cəsarətli xanım burada. Aha. Tamam, qurbağanı Samirə xanıma biz təqdim edəcəyik ki, baxın görün nə cür qoyulur. Samaşaçlarımız reklamların vaxtıdır, amma mən xatırladım ki, sponsorlarımızdan biri Ləv Pala Şadlıq Sarayıdır. 350-300 nəfərlik qonaqlarınızı siz orada yerləşdirə bilərsiniz. Sütunsuz, geniş, ürək açan, göz oxşayan böyük zalı xidmətinizdədir. Menyunun qiyməti 25 manatdır. Əgər siz menyu toy eləmək istəmirsinizsə, icarəyə götürürsünüz Şadlıq Sarayını. Barın bazarlığını özünə eləyib gətirib verirsiniz Şadlıq Sarayını və oradakı gözəl aşpazlarımız, gözəl xanımlar, bəylər dünyanın min cürə naz nimətən hazırlayıb sizin qonaqlarınıza təqdim edirlər. Toyun sonunda da ərzaq qalan işlənməmiş ərzaqlarınızı, yəni əl vurulmamış ərzaqlarınızı aldığınız yerə təhvil verirsiniz, müəyyən qismində gətirirsiniz, qoyursunuz başınızın altına, qışın günü də yeyirsiniz. Bax belə, deməli, əlaqə telefonları belədir, 050-695-0405, ünvanları da Sumqayıt şəhərində, 1-ci mikrorayonda, Nəriman Nərimanov küçəsində, küçəsi ilə üzbəyüz keçmiş Rusiya kinoteatrı var, o kinoteatrla üzbəyüz bir yerdə yerləşir. Təşəkkürlər, Ləv Pala Şadlı Sarayı, buyurun, hörmətli gənclərimiz gedin Ləv Palaza, biz amma reklamlara gedirik. Hələ ki, Ləv Palaza getmək fikrimiz yoxdur. Çünki Ləv Palaza, burada subaylarımız var, onların toyuna gedəcək inşallah. Amma indi hal-hazırda reklamlara gedirik. Davam edirik, əziz tamaşaçılarımız, baxın. Operatorlarımız yaxın gəlsinlər. Sonra deyirsiniz ki, qurbağadan qorxuruq. Adam qurbağadan qorxar. Yox. Adam qurbağa ilə ancaq dost olar. Yəni qorxulu bir şey deyil ha. Deyən bax. Salamlayacağım. Təsəvvür elə ki, bax bu qurbağa. Çox adam qorxur, amma qurbağalarla o qədər dostlaşmışam burada ki, xoşum gəlir. Ən təmiz. Qurbağanın başına oynaşma, o indi mənim ağrımı götürəcək. Gördün mü? Həqiqətən adam elə istəyir ki, bütün gün evdə qurbağa saxlasın, oynasın. Mən belə geçsə, özümlə qurbağa saxlayacağım. Bucu. Gözlərini. Mənə baxır, gözlərinə baxır. Samir bəy, sən onu bilirsən ki, qurbağanı suyun içine atanda suyu sərin saxlayır. Su çox... Bəli. Kvas kəndə. Ona görə belə çox soyuqdur bu. Bəli. Qurbağa soyuqdur. Buz kimi görürsən də. İçmək də olur, ən yüksək temperaturda o kvasın, Bəli. sonra südü saxlamaq üçün, Bəli, südün var, atırlar. xarab eləmək istəmirsən ki, xarab olmasın, südə atırsan qurbağanı, buz Bəli. kimi saxlayır. Bəli. Bəli. Doktor, nə yiyək bunu? Bunun üstünə bu paltarın donunu geydirir. Gəlinlik giyindirin ona, gəlinlik. Dili yazılım, gəlir amma Şöyle əziz tamaşaçılar. Gəlini yanına. Doktor, o sonra öləcək. Yox, Ya ölməsin, yazıqdır. ölməyəcək. Ölməyəcək. Ben de para Ölməsin, yazıq. gəlini yanına. Deməli, bax, bu qaydadadır. Zobu olanlar, zəhərli zob olanlar, ondan sonra Məndə zob sinələrində yoxdur ya. mastopatiya olanlar, o düyünlər olanlar, baxın, yuxusu olmayanlar, Şahıs olanlar, oynak ağrılar olanlar. Prostat vəzinin xəstəliklərində, ginekoloji xəstəliklərdə. bu qaydada çox asandır. Doktor, neçə gün gəlməlidirlər qurbağa qoydurmağa? Bu artıq xəstəliyindən asılıdır. Məsəl üçün, ən 10 maksimum gün, 15 gün, yəni 20 gün baxır. 20 gün də gələnlər var. Bəli, elə olur 10 gün 3 dəfə gəlir, elə olur 15 gün gəlir. O artıq ondan müəyyənləşdirir. Burada məsələn müəllimiz Manaf Ağayev yadınızdadır, burada. Bəli. Ondan sonra xeyli insanlar onu görür. Biz də keçən dəfə də yenə bizim müğənnilər ki götürürlər. Mənzurə xanım bilirəm, Bəli, qoyurdu. sonra o Vüqar Muradovdan sonra. Yəni insanlar Rəhlə Bəndəliyev. bəli. Yəni siyahını uzatmaq İnsanlar- olar. Elə bir ürək kimi döyünür. Bəli, Onu bəli, ürək onun döyünür. göstərisi Samirə xanım o ürək kimi döyünür və orada olan qalxanvari vəzin strukturunu normallaşdırır. Heç vaxt qoymur onu xərçəngə keçməyə və yuxunu dərinləşdirir. Samir bəy Yatmağın necədir Samirə xanım? Çox pis. İndi bax bu axşam görəcəksiniz. Yata bilmirsən? Gecə mən demək olar oyaq qalıram. Bu axşam rahat Səhər yatacaq. saat 5-ə, 6-ya mən oyaq qalıram.
Niye yatmırsınız? Yata bilmirəm. Tek yatabilirsiniz. Yəqin, yuxunuz gəlmir. Adam da oradan evdə tək olanda yatmaq istəmir. Samir bəy, mən evdə tək deyiləm. Evdə şükür Allaha. Uşaqlar sosial Anam- şəbəkədə orada anam məşhur var. adamdır. Görünür. Anavızla Bəli, anam da yaşayırsınız. mənimlədir, qızım, oğlum da mənimlədir. Yəni Sonra mən tək yaşamıram. Vəziyyətiniz nə üçün özünüzə xüsusi bir ev alıb ayrı Yox, yaşamırsınız? mən tək qala bilmərəm. Bilməzsiniz? Yox, mən təklik mənim üçün ölümdən bətərdir. Maraqlı xanım. Çox maraqlı xanımdır. Mən naram Samira ki, xanım elə bir maraqlı kitab olur. Yəni götürüb Ay, oxumaq oxunmamış lazımdır. kitabdır, bəli, Siz oxunmamış. elə bilir, məndə elə bilirsin nələr var. Mən Bir deyir, mən xeylisini bildim. Adam lazımdır ki, bir oxusun. xəzinədar lazımdır ki, bu xəzinəni açsın. Vallahi. Adam lazımdır ki, Məsələn, mən bugün bildim Samir bəy ki, bu qədər geniş dillərdə oxuya bilir, Bəli. belə bir Mesela istedad ben var. bilmirdim Samira xanım. Ben de Bütün bilmirdim. toyu təsəvvür edin ki, Rus dilində oxuyur. Bəli. Bütün toyu Yahudi dilində oxuyur. Bəli. Bütün toyu Lezgi dilində oxuyur. Ərəb dilində oxuyur. Talış dili bilirsən? Bəli. Bütün toyu oxuya bilirsən Yox, talış. bütün toy oxuya bilmirəm, amma bir neçə mahnılarını oxuyuram. Yəni Talışım. könülləri xoş Yəni edirsən. vəziyyətdən çıxıram da. Aha. Bəli. Gözəl. Əslində bilmək çox gözəldir. Və yekunlaşırıq əslində yavaş-yavaş. Yekunlaşırıq. Əziz tamaşaçılarımız, sabah da çox maraqlı muğam ifaçılar burada olacaq. Adlarını çəkmirəm, kimlər görüşünüzə gələcəklər. Çox hörmətli xanəndələrimiz burada olacaqlar. Və mən sonda əlbəttə təşəkkür edirəm bax, yaradıcı komandamıza, operatorlarımız Nadir, Rasim, səs rejissorumuz Yaqub, efirdə pultda Həsən, Emil. Təşəkkür edirəm hər birinizə. Doktor, sizə təşəkkür edirəm. Sağ ol Samir bəy, mən Həqiqətən də yaxşı ki varsınız. var olun, mən də Dünya Televiziyasının gözəl kollektivinə təşəkkür edirəm. Sizə təşəkkür edirəm bu gün gözəl xanımımız, gözəl müğənnimiz, bədiyyə ustamız Samira xanım Dəvəti, mənim köhnə dostumu, köhnə pasiyentimi. Bu gün çox mənəvi zövq verdi bizə. Allahımdan razıyam ki, belə bir bacı oğlum var Samir bəy kimi, gözəl aparıcı, gözəl aktyor, gözəl siz artıq aparıcı. bədii qiraət ustası, mənim toyların yaraşığı, məclislərin yaraşığı. Təşəkkür edirəm. Və Dünya TV-nin Tam Səmimi proqramının bu qədər populyar olması mənə olduqca ləzzət edir. Eyni zamanda izləyicilərimizə təşəkkür edirəm ki, onlar səbirlə ikinci günü gözləyirlər mənimlə görüş etsin proqramda və öz suallarını verirlər. Qalanları da axşam saat 10-dan sonra, səhər 10-dan sonra suallarını verərlər və sonda deyirəm ki, Allah'a verdiyi ömrü sağlam və mənalı yaşayın. Bəli, inşallah mən və Samira xanım narahatçılığın Yox, olmadı. əsla, əsla. Əksinə mənə xoşdur, inanırsınız. Bircə qurbağaya yazığım gəlir. Aha. Ki o yazığı indi mənim orada ağrılarımı çəkəcək. Yox, onun da qismətə Sonra qədərdir. bütün nağıllarda Samira xanım Şahzadə Bəli, rolundadır. Şahzadə Gün gəlib Şahzadənin boğazından yapır. Görürsünüz. Samira xanım, təşəkkür Yazığım edirəm mən gəlir. sizə. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Məni də yada saldınız. Çox sağ olun ki, bu Dünya TV-də bu cür gözəl veriliş yayımlayırsınız. İnanın ki, valla mən artıq görürəm ki, bu tamaşaçılar nə qədər zövq alırlar. O zövqdən bu gün mən də aldım. Sizə təşəkkür edirəm. Mən Dünya təşəkkür TV-yə təşəkkür edirəm. Rəhbərliyinizə və tamaşaçılarımıza. İnşallah söz verirəm əziz tamaşaçılar, Samira xanım bu həftə yox. Növbəti həftədə Nəğməli Dünyada canlı sökəcək orada. Yəni bilin, indidən deyirəm, yəni gözləyin növbəti həftəmizi. Mən sonda geyimimə görə təşəkkür bildirəcəm Zozan kişi geyimlərinə. 050-055-302-17-17 əlaqə telefonlarıdır. Saç düzünmə görə təşəkkür edəcəm Karizma salonunda çalışan Miri Ustaya. Ünvanlarını bilmək istəyirsinizsə, Masazırda Qurtuluş 93 yaşayış masivində Karizma kişi salonu var. Orada bizim bir mirimiz var ki, əli qolu var olsun deyirik mirimizə. Nə deyək, sabah görüşmək ümidi ilə 2 milyon 700 mindən çox bugün SMS aldıq tamaşaçılarımızdan. Maşallah. 2 milyon 700 mindən çox. 3 milyona yaxınlaşırdıq. Təsəvvür eləyin, dünyadan proqramımıza SMS bax bu şəkildə gəldi bu günləri. Sonda Samira xanımdan, Samira Yusuf qızından gözəl bir ifa olacaq. Və qurbağalı. Bəli, qurbağalı. Buyur.
şehrimin bendleridir, kanadı dilekleri, şehrimin bendleridir, kanadı dilekleri, güller çiçekler açır, koynunda safiyeti. Güller çiçekler açır, koynunda safiyeti. Seni saadetine yaramış saadetin. Fehri eşkim hayatım, şöhretim şanım benim. Sensiz anılmaz adım Azerbaycanım. Fehrim eşkim hayatım, şöhretim şanım benim. Sensiz anılmaz adım Azerbaycanım. Güller çiçekler